Sabahınız xeyir qızlar. Necəsiz? Biz də şükür Allaha yaxşıyıq. Mən də evləri təmizləmək istəyirəm qızlar bu gün. Su da kəsildi. Düz bakımız var, amma ki bakdan zəif gəlir də su. Çaydan çayın üstünü yudum, qablarımı yudum səhər-səhər. Qazın için yudum. Sol su kəsildi. Heç olmazsa toz oynayacağım, siləcəm qızlar. Bir de bu gülləri çıxartdım çölə. Qoy havada qalsınlar. Bu da maşallah açıb. Biraz qoy havada qalsınlar. Çünkü bu güllər biraz soyuğu sevir. İstini sevmir bu güllər. Xoşlayırdım. İndi dedim biraz qoy çölə çıxardım bunları. Biraz havada qalsın. Havada necə birdən biraz soyudu. Necə qəşəng istilər var idi. Havalar yaman soyudu. Bahar da geldi. Baharınızda xeyirli gəlsin. Düşərli gəlsin qızlar. Yazımız xeyirli gəlsin. Bu günümüzə şükür. Belə qızlar, buralar da qarışıb. İndi yavaş-yavaş durumu yığışdırım. İnşallah. Sizlərlə birlikdə. Axşam şəhərə gedəcəkdik. Mən dedim evləri təmizləyim. Mən bir xasiyyətim var ki, istəyirəm ki, harasa gedəndə evlərim təmiz olsun. Yoxsa rahat ola bilmirəm də belə. Fikrim evlərdə qalır. Amma evlərim təmiz olanda ürəyim arxayın olur. Rahat da istirahət də edirəm. Bilirəm ki, istirahətdən gələndən sonra təmiz evə girəcəm. Ona görə məndə bu xasiyyət var. Əslində qalsa mənə deyirlər ki, bu xasiyyət yaxşı xasiyyət deyil. Amma nə bilim özümdən asılı deyil də. Yəni xoşlayıram, rahat oluram onda. Getdiyim yerdə rahat otururam. Bilirəm ki, evlərim təmizdir. Əslində qalsa düzdür, yaxşı bir xasiyyət deyil, amma neyiniyim, mənim xasiyyətim budur. Biraz sərgəli olanda ürəyim arxayın olur. Düz suyumuz gəlmir, amma yenə də baxın suyuna hər yeri sildim, təmizlədim. Qısadan paltalarımı da yumuşdum. Yaxşı ki də yumuşdum. Bugün də su kəsildi. Yaxşı paltaların hamısını yudum axşam. Orucu duranda hamısını yudum. Yuyub astım bütün paltalarımı. Dedim səhərə qalmasın. Yaxşı ki də yumuşam. İndi su kəsildi. Yoxsa paltalarım hamısı qalmışdı. Pastillərimizi dəyişdirmişdim.
İndi keçim bu otağı da yığışdırım. Bu otağı da sərgiyə saldım. Bu otağın aboyundan çox xoşum gəlir. Çox qəşəng aboyu var bu otağın. İndi gedirik şəhərə. Orucumu açdım evdə. Demək, orucumu açım sonra gedim. Uşaqlar şarj partlatmaqdan hədiyyə qazandılar. Süleyman da 3 dənə şar partlatdı. Aynişan da 3 dənə şar partlatdı. Ayan oynamaq istəmədi. Hərəsi bir balaca hədiyyə qazandı. Uşaqlar Ayan da bu oyun oynadı. Amma uda bilmədi iqruşka. Bu oyunda onsuz da heç kim uda bilmir. Sonra Aynişan da oynadı. O da uda bilmədi. Amma bu oyunda heç kim uda bilmir. Süleyman da oynamaq istədi. O da udmadı. Amma yenə də uşaqlara maraqlıdır. Uşaqlar xoşlayırlar. Aynişan da elə diqqətlə baxır. Elə bir iki uşaq tutacaq, amma tuta bilmir. Şəhəri çox gözəl düzəltmişlər. Çox maraqlı idi. Sonra uşaqlar bundan istədilər. Ağzından belə buxar çıxır yeyəndə. Süleyman plov istədi. Plov aldı. Aynişan
kokteyldən istədi. Sonra mən gördüm ki, yaşlı bir qadın belə çərəzləri satır. Yoldaşıma dedim ki, 2 paşka al. Yaşlı qadındır, şüşə orada satırdı. Yoldaşım da 2 paşka aldı. Ayağında sevincindən qaçır, bilməm hara qaçırsa. Belə qızlar. Bu günümüz də belə keçdi. Maraqlı keçdi. Biraz gəzdik, elədik içəri şəhərdə də. Sonra yağış yağdı deyənə də yoldaşım dedi ki, gedək. Oradan Bravo marketə getdik. Bir keyvə alacaq ərzaq var idi. Getdik, onları da aldıq. Sonra da evə gəldik. Bravo'ya gəldik. Qızlar biz elə bir ki aylıq almırıq da ərzaq. Biz günlük ərzaq alırıq. Günlük nə lazımdırsa günlük alırıq. Belə aylıq almırıq biz. Mən günlük deyirəm yoldaşıma. Biz də günlük alırıq. Siz necə qızlar? Aylıq alırsınızsa, günlük alırsınız? Bu şamlar çox xoşuma gəldi. Amma ki çox baha idi. 16 manat 99 qəpik idi. Demək olar 17 manatdır. Çox xoşum gəldi, amma çox baha idi. Mən belə şamlar çox xoşlayıram. Sonra qızlar ütü masalarına baxdıq. Yoldaşım dedi bir dənə ala. Mən də bunlardan istəmirəm. İnşallah o şkafla bir yerdə olanlardan alacağım. Bir də bir izləyici mənə yazmışdı ki, belə bu şkaf düzmək üçün qablar var. İnan mən hər birini almışam. Bax mən göstərdiyimdən də var idi məndə. Mən istifadə edə bilmədim. Ona görə hamısını göndərdim rayona. Rayonda evə göndərdim. Mən də zalla bir yerdə deyəndə mən istəmirəm də kuxna mebelin üstünə nəsə artıq bir şey olsun. Ona görə hamısını göndərdim rayonda evimə. Qızlar inşallah ev turu çəkəcəm. Sadəcə məktəb yoxdur deyəndə uşaqlar da evdədir. Özü də bilirsiniz ki, ev turu çəkəndə evdə belə adam olmayanda adam rahat çəkir. Uşaqlar da üçü də evdə deyənə məndə alınmır ev turu çəkmək. İnşallah məktəblər açılsın. Allah qoysa aprelin 1-i məktəblər açılır. Allah qoysa onda çəkəcəm qızlar ev turu. İnşallah güllər də çox keçən idi. Bu güllər də məndə var. Bənövşə rəngi məndə də var, ağ da var məndə. Evə gəldik. Saat 12 idi biz evə gələndə. Uşaqların da yuxusu gəlirdi. Bu da bizim parkımız. Heç kim yox idi. Hava soyuq idi, həm də diskin yağış yağırdı. Ona görə heç kim yox idi. Yəni biz gedirik evə. Mən də çay içməmişdim. Düzdür, yoldaşım şəhərdə kofe aldı, amma kofe ilə mən orucumu açanda 5-6 stəkan çay içirəm. Yemək yemirəm, amma çay dəhşət içirəm də, çay xoşlayıram. Belə şokoladlarla, şirniyyatlarla mən çay içməyi çox xoşlayıram. Belə qızlar, indi gəldim evə. Əslində qızlar evdə hər şey var idi, amma dedim yenə də marketə girmişkən uşaqlar əsas marketə girmək istədilər. Cipsi zət belə özlərinə cipsidir, suxaridir, belə şeylər almaq istədilər. Bizim uşaqlar çox xoşlayırlar cipsi. Mən də dedim girmişkən bir 2 şokolad aldım. Əl saftiqası aldım. Bir də sok aldım. Bu konfeti Ayan istədi. Ayan belə konfetlər xoşlayır. Belə qızlar. Mən sizlə sağollaşıram. Allaha əmanət olun. İnşallah sabah görüşərik. Mənə dəstək olmağı unutmayın. Mənim də abunə sayım çoxalsın. Mən də hər gün belə sizlərlə videolar paylaşıram.